Güzel bir gün. İnşallah sizin de gününüz güzel olsun. Merdekan'dan her birinize salamlar değerli izleyicilerim. Hoş gördük herkesi. Allah ruzunuzu bol eləsin. Sizlere de bak böyle bir güzel ev kısmet eləsin inşallah. Like'larınızı bol eləyin. Unutmayın like koymağı. Sizler için Merdekan'da 5,1 sotun içinde 180 kvadratlıq əşyalı ev təqdim edirəm. Mərdəkanda Dalğa Arena yolunun üzərində, bəli. Vətən restoranı var. Vətən restoranının arxa tərəfində qəşəng bir həyət evidir. Yayı da, qışı da rahatlıqla yaşaya bilərsiniz. Gəl burada besetkasını göstərək. Bu YouTube videosudur, düzdür. Bunu onda ətraflı çəkməliyik. Getdik. YouTube videolarını sevirəm. Rahat hərəkət edirsən. Burada besetkası, bütün mətbəx əşyaları qoyulub. Yanında keçdik. Ehtiyat igidin yaraşığıdır deyirik. 10 tonluq su anbarımız var. Yanında hovuzun filtr sistemi var. Və burada da ümumi sanitar qovşağıdır. Həyət üçün duşu falan hər şey var. Evi tam dövr eləmək olur. Kameramız zəhmət olmasa gəlsin buradan göstərsin. Evi tam dövr eləmək mümkündür. Gördüyünüz kimi hovuzla evin ortasında, daha doğrusu evlə besetkanın ortasında olur da Aynur xanımlar. Bəzən olur. Yine qəşəng tabi bu. Maraqlı daha zontiki. Tayland yadıma düşdü. Lejenkaları da qəşəngdir. Hovuzla besetkanın ortasında 8 metr uzunluğunda, 5,5 enində, 1,60 dərinliyində istiməli hovuzu, bəli, esenjoru var. İstidə bilərsiniz bu hovuzu. Qarşısında da qəşəng 4 dənə fontanı var. Yarım daşma tipli dediğimiz hovuzlardandır. Meşəliyini də göstər zəhmət olmasaq. Qəşəng böyük meşəliyi də var. Evə daxil olanda gördüyünüz kimi, bax, bunu bilməyənlər üçün deyirəm. Sabah özünüz üçün ev tikdirmək istəsəz, kürsülü evdir, görürsünüz. 1, 2, 3 dənə kubikdən qalxırıq. Fundamentdən əlavə, indi oralarda neysə uzun söhbətdir. Ondan danışsam tutarmayacaq. Ya Allah, daxil oluruq evə. Ya Allah, daxil olduq. Evimizə 180 kvadrat metr sahəsi var. Gördüyünüz kimi zal 2 hissədən ibarətdir. Bəzən bizə sual verirsiniz ki, yerdə vurulan nədir? Bu laminatdır. Onu da qeyd edeyim sizlərə. Evin tavanın hündürlüyü 3,40-dır. Gözəl bir dizaynı var. Bilmirəm rəng tonları nə qədər düşür. Videoda bəzən görürsünüz ki, video alladır insanı. Kamera arxasında fərqli olur. Amma gözəl bir rəng tonları seçilib. Evə girdim. Huzur var bu evdə, huzur. Kim almaq istəyirsə, mütləq və mütləq bu şansı qaçırtmasın. Belə bir ev hər saat olmur. Gəlsən, gəl. Buyur. Mətbəxini də göstərim sizlərə. 32 kvadratlıq bir mətbəxi var, hovuza çıxışı var. Mətbəx mebelinin rəngi, mən çox evlər gəzmişəm, amma bu rəng tonu çox bəyəndim, yəni əllərinizə sağlıq qardaş, halal olsun. Uyumlu. Evin keyfiyyəti, zaten mən hər zaman deyirəm, evinizin keyfiyyətini mən danışsam da belə inanmayın. Kamerada Aynur xanım mənə deyir ki, evin keyfiyyətindən danış. Mən danışsam da qardaş, mənə belə inanma. Evi yoxlatdırmamış, videolarını, şəkillərini tələb eləməmiş evlərinizi almayın. Bu yataq otağı, yataq otağından hovuza çıxışı, gözəl bir mənzərəsi var. Açmayayım, tamam açmayayım deyirsiniz, açmayayım da. Burada onun həmən bu yataq otağının ümumi sanitar qovşağı. Davam eləyək. Ev tam isti döşəməlidir. Qış aylarında da rahatlıqla yaşaya bilərsiniz. Sənədləri qaydasındadır. 22 kvadratlıq bir yataq otağı. Evdə ümumilikdə 3 yataq otağı var, 2 sanitar qovşağı var, bir dənə də çamaşırxana var. Burada qaydacam. Bu da sizlər üçün 3-cü yataq otağı. Burada çamaşırxanası və ümumi sanitar qovşağı. Bu sanitar qovşağı mənə ləzzət elədi. Çox qəşəng seçilib. Ümumiyyətlə ev gözəl dizayn olunub. Rəng tonları uyumludur, bir-biri ilə bağlıdır.
Bəzən bunu dizaynerlərin heç çoxları da xətirlərinə dəyməsin. Çox dizaynerlər də rəng tonlarını tuzdura bilmirlər, amma burada gözəl iş görüblər. Əllərimizə sağlıq. Bütün dizaynerlərə də bu arada buradan salam olsun. Allah xeyir versin, ruzunuz bol, canınız sağ olsun. 535 min manat dedik bu evin qiymətini. Hər kimə nəsib olacaqsa, xeyirli uğurlu olsun. Sağ olun, özünüzdən müğayət olun. Görüşmək ümidi ilə.